Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah və bəd. Deməli, dəyərli müsəlmanlar, yenə bu mollaların cahil müsəlmanları aldatması var, bir dənə fikir var. Ondan istəyirəm danışım, Allahın izinlə düzgün bildiyimizdən, Allahın izinlə, Allahın kitabından və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsindən doğru olanı çatdıraq. Deməli, molla əmilər deyirlər ki, insan günahkardır, xətakardır, gecə-gündüz günah eləyir. Və günahkar olduğuna görə Allaha özü birbaşa tövbə eləyə bilmir, Allaha birbaşa dərdini deyə bilmir. Gərək mütləq hansısa salih insan ilə Allaha yaxınlaşsın. Yəni, Allaha vasitə axtarsın. Məsələn, imamla, Peyğəmbərlə və ya misal üçün hansı bir övliyanla, məsələn, belə deyək, onların dediyi kimi bir mösümlə və ya məsələn, kiminsə ayağına giyindiyi qaloşla və s. Çünki onlar ona müqəddəs sayırlar, təzim eləyirlər və s. belə şeylər. Deməli, dəyərli müsəlmanlar, bunlar xətadır vallahi. Bunlar xətadır. Peyğəmbərin öz yeri var, aleyhissalatu vesselam. İmamın öz yeri var, Allah ondan razı olsun. Həmçinin digər həqiqi övliyaların öz yerləri var. Umumən bilmək lazımdır ki, Allahın övliyalarının hamısının Allahın köməyinə, rəhmətinə, onlara yardımına ehtiyacı olub. Peyğəmbər sallallahu aleyhi ve sellem Allaha tövbə edib birbaşa. İmam Əli tövbə edib Allaha birbaşa. Həsən tövbə edib Allaha birbaşa. Abu Bakır, Muaviyyə, hamısı birbaşa Allaha tövbə eləyərdilər və Allahdan bağışlanma diləyərdilər. Onlarda belə bir fikir yox idi ki, sən günahkarsan, qardaş. Günahlarının bağışlanması üçün Allaha birbaşa özün demə. Çünki Allah səni eşitməz, artıq Allahın gözündən düşmüsən, Allahın rəhmətindən uzaqlaşmısan, sən gərək gedəsən kiminsə yanına, Molla Əminin yanına, o da səni bağlasın imama, imamın kəramətinə və imam üçün göz yaşı tökəsən, 1, 2, 3, 5, hətta sel kimi göz yaşı olsa daha faydalı olur. Bu kimi batıl fikirlərə. Bu imama hörmətsizlik deyil. Allah imamlardan razı olsun, əlhamdülillah. Lakin bu xətadır. Yaxşı, gəlin, baxaq Quran-ı Kərimin buna olan yanaşmasına. Allah Teala, bax, qızlarını diri-diri bastıranlara, şirk qoşanlara, adam öldürənlərə, yer üzərində qan tökənlərə birbaşa özü xitab eləyib ki, Qul, ya ibadiyyəllədinə əsrafu alə ənfusihim, la təqnatu min rəhmətillah, innallaha yaghfiru zunubə cəmiən. Fikir ver. Və budur, dəyərli müsəlman bacım və qardaşım. Fərqi yoxdur, istəyirsən sünni ol, istəyirsən şiə ol və ya bəziləri deyirlər ki, mən heç nə deyiləm, sadəcə müsəlmanam və ya bəziləri deyirlər ki, mən vəbşə heç nəyi seçmirəm. Bütün hamıyadır sözümüz. Allah deyir ki, Peyğəmbər sallallahu aleyhi ve selləmə, o qullarım ki, günah eləməklə özlərinə zülm eləyiblər nəfslərinə. Çünki günah bir növdə zülmdür axı. Deyir ki, onlara de ki, mənim rəhmətimdən ümid üzməsinlər. Yəni, Allah rəhmətindən ümid üzməsinlər. Ne üçün? Çünki Allah bütün günahları bağışlayandır. Başqa ayədə Allah Teala deyir ki, ya əyyuhəl-ləzinə əmənu, ey iman gətirənlər, tubu ilallahi təvbətən nasuhə. Ey iman gətirən, inanan insan, Rəbbinə inanan, rəhmətinə ümid edən, əzabından qorxan, Allahla qarşılaşacağı günə inanan insanlar, Tubu ilallahi tövbətən nasuhə. Allaha səmimi tövbə eləyin. Fikir verin. Allah deyir ki, birbaşa, siz mənə tövbə eləyin, məndən bağışlanma diləyin. Görsən, burada əgər sən günahkarsan deyə, Allaha dərdini deyə bilməzsən deyə, onda bu ayə vəs nə üçündür? Fikir versiniz. Deməli, o boş şeydir, o fikir boş şeydir, batildir. Tövbəkar insanları bu fikirlə bəzən intihara aparırlar. Allahın rəhmətindən uzaqlaşdırır. Allah ilə qulun arasında uzaqlıqsa ayırır Allahla qulu. Olmaz belə eləmək. Düzgün deyil. Vallahi günah eləmisənsə, dəyərli qardaşım və bacım, səmimi qəlbdən desən ki, əstəğfirullah və ətubu ileyh, Allahdan bağışlanma diləyib, Allaha tövbə edirəm desən, o sənin üçün bəs eləyər. Vəssalam, əlhamdülillah. Ehtiyac yoxdur. Deyəsən ki, ey Rəbbim, mən sənə yaxınlaşıram Peyğəmbərin Muhammed ilə, mən sənə yaxınlaşıram İmam Əli ilə. Belə şey yoxdur. Yoxdur belə şey. Birbaşa günah etdin, əstəğfirullah. Peyğəmbər sallallahu aleyhi ve sellem necə eləyərdi, dəyərli müsəlmanlar? Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi ki, əstəğfirullahəl-azim, əlləzi la ilahə illə huvəl hayyul qayyum və ətubu ileyh. Tövbə edib bağışlanma diləyirəm. O kəsdən ki, əl-hayy, əl-qayyum, əl-azim, o əzəmətlidir, əl-qayyumdur, ucadır. Heç birinin içində bu tövbələrin. Tövbə eləyirəm Allaha, atam İbrahimin vasitəsilə. Belə şey yoxdur. Yoxdur belə şey. Bu düzgün deyil. Allahla qulun arasını ayırmaq olmaz. Birbaşa günah etdin, Allaha tövbə elə.
Və biz də bunu deyəndə deyirlər ki, bunlar imamları sevmir, İmam Hüseynin düşmənidir. Yaxşı, İmam Hüseyni sevdiyinizi deyirsiniz. Bax, görürsünüz, İmam Hüseynin o hadisəsi ki var idi, gedirdi məsələn, ailəsi ilə, uşağı ilə gedirdi, hansı ki, getdiyi yerdə qətl olundu. O hadisəni indiyə qədər gətirib dəyərli müsəlmanlar. İnsanları nəyə hazırlayırlar? İnsanları hazırlayırlar qiyama. İnsanları hazırlayırlar hara? Dövlətə qarşı çıxmağa. İnsanlar hazırlayırlar nə etməyə? Güya bunlar müqavimət göstərirlər. Kimə? Öz ölkəsinə, öz dövlətinə, öz rəhbərinə, öz doğma torpağına. Budur İmam sevgisi, budur Hüseyin sevgisi, budur Əli sevgisi. Bunlar hamısı boş şeylərdir. Həsən, Hüseyin, Əli, Fatimə, bütün hamısından Allah razı olsun. Onlar günah edəndə birbaşa özləri, Rəbbiləri olan Allaha tövbə edirlər və bilirdilər ki, Allah tövbələri qəbul edəndir. Ona görə əlhəmdülillah, dəyərli müsəlmanlar, belə olmalıyıq, aldanmayaq bəzi insanlara, mollalara, şarlatanlara, falçılara və s. Peyğəmbər sallallahu əleyhi və səlləmin gətirdiyi sünnədən və Allahın kitabından dinimizi götürsək, inşallah onda doğru yolda olacağıq. Elhamdülillahi Rabbil ələmin.